Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin puskusuna düşür. Dekabrın 29-da səhər saatlarında Çingiz dövlət sərhəddini pozmağa cəhd göstərən düşmənin kəşfiyyat qrupunun təxribat pozuculuq fəaliyyətini qarşısını alarkən sərrast atəşlə 3 erməni döyüşçünü məhv edir. Birini isə həmin andaca ağır yaralayır. 4-cü yaralı erməni zabiti isə yanvarın 16-sında ölür. Erməni təxribatının qarşısını alarkən Çingiz qəhrəmancasına həlak olur. Düşmən 3 həftədən çox bütün beynəlxalq normaları pozaraq onun cansız bədənindən belə ehtiyat edərək geri qaytarmaqdan imtina edir. Şəhid Çingiz Qurbanov izdihamla Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülür. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu bir də göstərmişdir ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əskəri heç vaxt bugünkü vəziyyətlə barışmır. Çingiz bilirdi ki, o ölümə gedir. Yəqin ki, bilirdi ki, o qeyri-bərabər döyüşdən salamat çıxmayacaq.